izləyicilər, Xırdalan şəhərində 164 kvadratdan ibarət 4 otaq çıxarışlı əla təmir bir mənzil çəkilişə təqdim edəcəm. Mənzilimiz Heydər Əliyev prospektinin kənarında yerləşir, 16 mərtəbəli binanın 11-ci mərtəbəsi. Əsas ev qapısıdır. Gördüyünüz metro olan bütün hissələr döşəmə istiqboldur. Tofiq Qəhrəmanovanın stadion boyu deyil. 4 otaq, 164 kvadrat, sanuzeldə yığılıb, hazır yaşayır. Zövqlər, dizaynla təmin olunub, bahalı aksesuarlar yığılıb, xlam evləri yığılıb. Qiymət, əla bir qiymətdir, 164 kvadrat. Demək olar ki, təmirsiz padmaya qiymətinə təşrif olunur. Yəni, orta mərtəbə, orta blokdur, 4 otaqdır. Mətbəxdir, mətbəx meyvəli qəşəng bahalı mətbəx meyvəli yığılıb, təzədir, istifadə olunmuyor. Buradan eyvana çıxış var. Təşbihə ehtiyac yoxdur, gəlməli. 3 yatan otağı, 1 qonaq otağı və mətbəxdən ibarətdir. 164 kvadrat, 16 mərtəbəli binanın 11-ci mərtəbəsi. Mənzilimizin qonaq otağı, qonaq otağının genişliyi görürsən. Dizayn super, çox sadə, çox belə qəşəng səliqəli, normal təmir olub, yəni şık təmir deyil. Qiymət videonun sonunda qeyd edəcəm. Mənzilin bir yataq otağıdır, buranı təqdim elə. İkinci yataq otağı və üçüncü yataq otağı. Bu yataq otağında da eyvana çıxış var. Gördüyünüz bu mənzilin satış qiyməti 208.000 manatdır. 164 kvadrat 208.000 manat. Bu gün üçün Qubcalı binalarda kvadrat 15.600 manat təmirsiz qiymətədir. Amma bu mənzil daha ucuz qiymətə təşrif olunur. Real alıcıya yenə də endirim olunacaq. Əlavə sual olarsa aşağıda sağ tərəfdə qeyd olan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.